Yine danışıb pis qız olacağam. Nəysə, deməli dünən bir xəbər gördüm ki, Dövlət Turizm Agentliyi milyon pul xərcləyir ki, dünyanın 8 ölkəsindən Azərbaycana işgüzar, üzr istəyirəm, turistik səfərlər edilsin. Bu ölkələr sırasına Hindistan, Çin, Türkiyə, Rusiya, Belarusiya, İsveçrə, Almaniya kimi ölkələr daxildir. Bəlkə bu İsveçrə ilə Almaniyanı bir kənara qoysaq, digər ölkələrə nə ehtiyac var? Xüsusilə Türkiyəyə, Rusiya, Belarusiyaya və yaxud da Hindistana. Və milyonlardan söhbət gedir. 728 min bir, 753 min bir, 444 min bir, 328 min bir. Yəni bu məbləğləri verib tanıtım xarakteri eləməkdənsə, çox gözəl olar ki, Dövlət Turizm Agentliyi Azərbaycanın təbiətindən, tarixindən, turizmindən möhtəşəm, belə əlçatmaz o qədər gözəl video roliklər, video çarxlar hazırlayıb bunu dünya ictimaiyyətinə daha yaxşı şəkildə sata bilər ki, o ölkələrin insanları da özləri axın eləyər Azərbaycana. Yoxsa ki, mən sənə pul verim, gəl mənim ölkəmi gör, təbliğ elə. Axı sosial media əsridir, internet əsridir. Nə ehtiyac var ki, belə bir şeyə? Bunlar sadəcə boşuna gedən pullardır. Təbliğatın ən gözəl üsulu reklam çarxlarıdır. Keyfiyyətli video çəkilişlər elətdirin. Mətbuat xidmətinin missiyasına düşür bu. SMM şirkətinin, SMM hər bir qurumun özünün SMM-i var. Onların məsuliyyətində olur bu işlər. Daha yaxşı video görüntülər hazırlayın, tamam, satın xarici ölkələrə, onun pulunu ödəyin. Tək-tək adamları bura gətirəcəyinizə, görüb də arzu edən hər kəs bu dəqiqə hamının əlində telefon, hər kəs də bu cür turistik xarakterli videoları izləməyə də maraqlıdır. Bunu eləmək çoxmu çətindir? Yox. Jurnalistlərlə görüşləri, müəyyən turistik görüşləri, turizm şirkətləri ilə görüşləri müəyyən qədər anlamaq olar, müəyyən qədər. Amma bu qədər kütləvi pul çox da artıq sayılmır. Yəni birinə pul verib ona minnət eləməkdənsə, ən gözəli video çarxlarınızın, tanıtım videolarınızın sayını artırın, keyfiyyətini artırın və bunları xarici ölkələrə satın. Əmin olun ki, o daha güclü effekt verəcək. Nəinki hansısa 3-4 jurnalistin, turizm şirkətinin, mən də jurnalistəm təbii ki, belə bir təklif kimə gəlsə xoş olar. Amma söhbət bir ölkənin egosundan gedirsə, bu ölkənin egosunu internet əsrində daha gözəl şəkildə təmin eləmək mümkündür. Nəinki böyük pullara çox enerji.